Salam dəyərli dostlar, bugün mən sizə yaşıl üzlü testdən tabesiz mürəkkəb cümləyə aid bəzi testlərin izahını verəcəm. Tabesiz mürəkkəb cümlənin izahını istəmişdiniz keçən dəfə digər videoların rəy bölməsində və bugün nəzərə aldıq ki, sizin istəyinizi nəzərə alaq. Birinci suala baxaq. Hansı tabesiz mürəkkəb cümlədə tərəflərdən biri eyni anda həm səbəbi, həm də nəticəni bildirir? Bir neçə il bundan qabaq MİQ-ə eyni ilə bu tipli sual düşmüşdü. Deməli, burada cavab üzərində izahlayacağım mən bu testi. Qəfildən gözləri qaraldı, yerə yıxıldı, telefonu sındı. Cavab D bəndidir. İndi biz burada baxsaq, qəfildən gözləri qaraldı, bu səbəbdir. Nəticədə yerə yıxıldı. Bu nəticədir. İndi cümlənin ikinci tərəfinə baxsaq, yerə yıxıldı, bu səbəbdir. Nəticədə telefonu şüşəsi sındı, bu nəticədir. Demək, qəfildən gözləri qaraldı cümləsində birinci cümlə səbəb olanda ikinci cümlə nəticə olacaqdır. Amma cümlənin ikinci hissəsində yerə yıxıldı, bu səbəbdir. Nəticəsində də telefonun şüşəsi sındı. Deməli, burada tabesiz mürəkkəb cümlədə tərəflərdən biri, yəni bu tərəf, ikinci komponent eyni anda həm səbəbi, həm də nəticəni bildirir. 2 ilə davam edirik. Atamın cəhbəyə getdiyi günü xəyalıma gətirib kövrəldim. Gözlərim yaşaldı. Cümləsinin təhlilinə aid olan fikir hansıdır? Həmciz xəbərli sadə cümlədir. A variantı yanlışdır. Mürəkkəb cümlədir. Səbəb nəticə əlaqəli tabesiz mürəkkəb cümlədir. Hər cümlənin ayrıca mübtədası işlənibdir. Neydi yaşardı? Nə? Gözlərim. Atamın cəhbəyə getdiyi günləri xəyalıma gətirib kövrəldim. Kövrəldim kim mən? Burada mübtəda yoxdur birinci komponentdə. Tərəflərdən biri şəxsi, digəri isə müəyyən şəxsdir. Hər ikisi müəyyən şəxsdir. C bəndi səhvdir. Səbəb nəticə əlaqəli tabesiz mürəkkəb cümlədir. D variantı doğrudur. Səbəb nəticə əlaqəli tabesiz mürəkkəb cümlə olacaqdır. Xəbərin ifadə vasitələrindən biri qayıdış növdədir. Burada qayıdış növdə olan feil xəbərin ifadə vasitəsi deyil. Ona görə E bəndi yanlışdır. Üçüncü testdən davam edirik. Cədvələ əsasən uyğun variantı müəyyənləşdirməliyik. Ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlə işlənibdir. Baxaq. Bir az sonra qara buludlar göyün üzünü örtdü, günəşi də itirdi. Bu sadə cümlədir. Örtən də, itirən də buludlar olacaqdır. Ona görə biri götürə bilmərik. Qonaqlar maşından düşdü, qardaşım onları qarşılamağa getdi. Bu ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlədir. Birinci qonaqlar düşür, sonra qardaşım onları qarşılamağa gedir. Zaman əlaqəli tabesiz mürəkkəb cümlədir. Nə səni bura göndərən deyil, nə də ki bunları buradan aparan deyil. Bu da sadə cümlə olmuş olacaq. Ona görə 3-ü götürə bilmərik. Kənddə itlər səs-səsə verib hürüşür. Mal-qaranın səsləri ətrafa yayılırdı. Zaman əlaqəli tabesiz mürəkkəb cümlədir. Eyni zamanda həm itlər hürüşür, həm də malların səsi ətrafa yayılır. Demək, testin doğru cavabı 2-4 C bəndidir. Biraz naxoşam, boğazım ağrıyır. Ona görə üzürlü hesab edeyim. Güclü yağış yağdı, hər tərəfi su və palçıq bürüdü cümləsinin quruluşca növünü dəyişmək üçün deməli, nə etdi? Yağdı, nə? Yağış. Nə etdi? Deməli, bürüdü, nə? Su və palçıq. İndi bu mürəkkəb cümlədir. Bunun quruluşunu dəyişmək üçün hansı nöqtələrin yerinə nələri yazmaq lazımdır? Ona baxaq. İsimlərdən ikisini yönlük hala çevirmək lazımdır. Əgər biz burada su və palçıq sözünü yönlük hala çevirsək, suya və palçığa. Güclü yağış yağdı, hər tərəfi suya və palçığa bürüdü. Nə etdi? Yağdı, nə? Yağış. Nə etdi? Bürüdü, nə? Yağış. Deməli, nəyə bürüdü? Suya, nəyə? Palçığa. O zaman bu cümlənin bir mübtədası olacaqdır, yağış, yağanda yağış olacaqdır, hər tərəfi suya bürüyən də yağış olacaqdır. Ona görə A variantı doğru cavab olacaqdır. Yağış yağdı, hər tərəfi suya və palçığa bürüdü. Birinci sözü cümlədən çıxarsaq, bu təyindir. Hər hansı bir cümlənin quruluşuna təsir olmayacaqdır. Feilləri gələcək zamanda işlətmək lazımdır. Yağış yağacaq, hər tərəfi su və palçıq bürüyəcək. Yenə də mürəkkəb cümlə olacaqdır.
Və-ni ilə əvəz etmək lazımdır. Güclü yağış yağdı, hər tərəfi su ilə palçıq bürüdü. Yenə də burada və-ni ilə əvəz edəcək, eyni funksiyanı yerinə yetirəcəkdir. Mübtədalardan birini ixtisar etmək lazımdır. Mübtədalardan birini ixtisar etsək belə, məsələn, yağışı ixtisar edəcək. Yağışı burada ixtisar edə bilmir, gərək güclü ilə getsin. Və yaxud da yağış getsə, yağdı, hər tərəf su və palçıq bürüdü. Sunu burada ixtisar etsə və yaxud da palçığı ixtisar etsə, hər hansı bir fikir dəyişikliyi olmayacaq. Ona görə E variantı yanlışdır. Hansı nümunədə tabelsiz mürəkkəb cümlənin hər iki tərəfi müxtəsər şəxssiz cümlədir? İşin ən qızğın vaxtı idi. İşin vaxtı üçüncü nöqtənin söz birləşməsi idi. Müxtəsərdir, yəni ikinci dərəcəli üzvlər iştirak etməyən. Zahidin gözlərinin yuxu tökülürdü. Bu da hamısı bir yerdə xəbər gedəcəkdir. Testin doğru cavabı A bəndidir. B-yə baxaq. İş işdən keçmişdi. Artıq sənədlər də təhvil verilib. Təhvil verilib nə? Sənədlər. Burada bizə deyir şəxsiz cümlə olsun. Bu ikinci komponent şəxsiz cümlə deyil. Ehtiyatı əldən verdi. Əlində olan hər şeyi aldılar. Yenə də üçüncü şəxsin cəmindədir. Burada deməli, qeyri-müəyyən şəxsi cümlə olacaqdır. Ona görə C bəndi olmaz. Hər yerdə zirzibil qalıqlarına rast gəlinir. Rast gəlinir nəyə? Zirzibil qalıqlarına. Deməli, bu müxtəsər cümlə deyil. Ona görə D bəndi getdi. Artıq vaxt idi. Şəxsi cümlədir, müxtəsərdir. Gülzarın üzündə bir rahatlıq var idi. Var idi. Nə var idi? Rahatlıq var idi. Artıq burada şəxsi cümlə olmaqdan çıxdı. Ona görə E variantı da yanlış olacaqdır. 6-cı testlə davam edirik. Palazda narıncı var, abı var, narıncı var. Ayın sassız demirsən, dalınca narıncı var. Deməli, verilmiş nümunədə hansı cümlədə işlənmişdir? Palazda narıncı var, abı var, narıncı var. Bu tabelsiz mürəkkəb cümlədir. Ayın safsız demirsən ki, dalınca narıncı var. Bu da tabeli mürəkkəb cümlə olacaqdır. Deməli, bir tabelsiz, bir tabeli mürəkkəb cümlə var. C variantı testin doğru cavabıdır. 7-ci testlə davam edirik, dəyərli dostlar. Baxaq. Tabelsiz mürəkkəb cümlənin komponentlərin xəbərləri eyni şəxsdə ola bilər. Bu doğru fikirdir. Axşam düşdü, lampalar yandı. Bu ardıcıl əlaqə tabelsiz mürəkkəb cümlədir. Burada deyir səbəb nəticə əlaqə tabelsiz mürəkkəb cümlədir. Bu fikir yanlışdır. O göylər kimi kişnəmək istədi, ancaq səsi çıxmadı. Həmciz xəbərli sadə cümlədir. Bu fikir yanlışdır, çünki bu mürəkkəb cümlədir. Nə etdi? Çıxmadı, nə çıxmadı? Səsi çıxmadı. Kişnəmək istədi, kim o? Deməli, sabaha qədər ya sizi bura göndərsin, ya da bu oyuna bir son versin. İki işdən birinin mümkünlüyü ifadə edən tabelsiz mürəkkəb cümlə deyil. Bu doğrudur, çünki bu sadə cümlədir. Məktəbə getmədim, çünki xəstələnmişdim cümləsi sadə cümlə deyil. Bəli, çünki bağlayıcısı varsa, ümumiyyətlə tabeli bağlayıcısı olan bütün cümlə tabeli mürəkkəb cümlədir. Bu fikir də doğru olacaqdır. Deməli, doğru, yanlış, yanlış, doğru, doğru. C bəndi testin doğru cavabıdır. 8-ci testlə davam edirik. Fəridə xeyli danışdı, onu təsəlli verdi, lakin o heç bir söz demədən yatdı. Cümləsinin təhlilinə aid olan fikri müəyyənləşdirməliyik. Deməli, həmciz xəbərli sadə cümlədir. Nə etdi? Danışdı. Kim? Fəridə. Nə qədər? Xeyli. Nə etdi? Təsəlli verdi. Kimə? Ona. Kim? Fəridə. Lakin o heç bir söz demədən yatdı. Nə etdi? Yatdı. Kim? O. Artıq burada ayrı-ayrı mübtədalar, ayrı-ayrı xəbərlər olduğu üçün, yəni iki qrammatik əsası olduğu üçün sadə cümlə ola bilməz. A bəndi səhvdir. Xəbərlərin yalnız ikisi sintaktik əlaqədə müxtəlif tərəflərin ifadə vasitəsidir. Xeyr. Üçü də deməli xeyli danışdı. Fəridə danışdı. Ona təsəlli verdi. Təsəlli verdi ki, Fəridə. Lakin o heç bir söz demədən yatdı. Necə yatdı? Heç bir söz demədən. Yenə də burada yatdı sözü həm əsas, həm aslı tərəfdir. Ona görə B bəndi səhvdir. Qarşılaşdırma bağlayıcısı işlənməsə, zaman əlaqə tabelsiz mürəkkəb cümləyə çevriləcəkdir. Qarşılaşdırma işlənilməsə belə, yenə də qarşılaşdırma əlaqə tabelsiz mürəkkəb cümlə olacaqdır. Zamana çevrilməyəcək. C də səhvdir. Xəbərləri eyni şəxsdə olsa da, bəli, üçü də üçüncü şəxsdədir. Həmciz xəbərli sadə cümlə deyil. Bəli, bu mürəkkəb cümlədir. D bəndi doğrudur.
Cümlədə bütövlükdə mürəkkəbdir. Tərkibində həmcisli işlənməyibdir. Burada həmcis xəbərlər var birinci komponentin içərisində. Ona görə E variantı da doğru cavab ola bilməz. 9-cu testdən davam edirik, dəyərli dostlar. Uşaqlar gözündən aralanmır, mehriban yadından çıxmırdı cümləsinin xəbərini təsdiqdə işlədib. Cümləyə inkar bağlayıcısı əlavə olunsa, cümlə nöqtələrin yerinə yazacaq fikri seçməliyik. Deməli, uşaqlar gözündən aralanmır, mehriban yadından çıxmırdı. Yadından çıxmırdı ki, mehriban, aralanmır ki, uşaqlar. Bu zaman əlaqəli tabesi mürəkkəb cümlədir. Eyni zamanda baş verir hərəkət. İndi biz burada bu feilləri təsdiqə çeviririk və tabesi bağlayıcı, bu inkar bağlayıcısı əlavə edirik. Nə uşaqlar gözündən aralanmır, nə mehriban yadından çıxır. Nə uşaqlar gözündən aralanır, nə mehriban yadından çıxır. Deməli, bu formada da olduqda yenə də bu zaman əlaqəli tabesi mürəkkəb cümlə olacaqdır. Dəyişən bir şey olmayacaqdır. Ona görə E variantı yenə zaman əlaqəli tabesiz mürəkkəb cümlə olar. 10-cu sualına davam edirik, dəyərli dostlar. Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Küçənin qapısı açıldı. Vahid kişi həyətə girib əlindəkini yerə qoydu. Ardıcılıqdır. At sürətlə hərəkət etdiyi üçün anar yerə yıxıldı, ayağı əzildi. Bu da səbəb nəticədir. Deməli, ardıcılıqla əlaqəli tabesi mürəkkəb cümlədir. Bir doğrudur. Cümlədə 3 sadə cümlədən ibarət olan mürəkkəb cümlədir. Xeyr. Küçənin qapısı açıldı bir cümlədir. Vahid kişi həyətə girib əlindəkiləri yerə qoydu bir cümlədir. Ona görə 2 yanlışdır. Hadisələrin baş verdiyini müəyyən ardıcılıq mövcuddur. Düzdür, ikinci cümlə səbəb nəticə əlaqəli tabesi mürəkkəb cümlədir. Amma həm səbəbdə, həm də ardıcılıqda hadisələrin baş verməsində müəyyən ardıcılıq mövcud olur. Ona görə 3 doğrudur. Təsirli kağıda işlənmiş söz tamamlığın ifadə vasitəsidir. Bu, baxaq, küçənin qapısı açıldı. Burada təsirli hal yoxdur. Vahid kişi həyətə girib əlindəkiləri yerə qoydu. Burada əlindəkiləri tamamlıqdır. At sürətlə hərəkət etdiyi üçün anar yerə yıxıldı, ayağı azıldı. Bu 4-də isə deməli biz doğru cavab kimi götürə bilmərik. Ortaya yazıla bilməz. Çünki ikinci cümlədə təsirli halda söz işlənməyibdir. 5-ə baxaq. 5-ə baxaq. Həmciz xəbərli sadə cümlədir. Bu səhvdir. Dedik, bu səbəb nəticə əlaqəli tabesi mürəkkəb cümlədir. Səbəb nəticə əlaqəli tabesi mürəkkəb cümlədir. Doğrudur. 1, 3, 6 B bəndi testin doğru cavabıdır. Hansı tabesiz mürəkkəb cümlədə tərəflərdən biri eyni anda həm səbəbi, həm nəticəni bildirir? Biraz əvvəl bu tipli testi izah etmişdik. Burada da eyni ilə E bəndinə baxsaq, ayağım sürüşdür, yerə yıxıldım və dizim zədələndi. Ayağım sürüşdü, bu səbəbdir. Nəticədə mən yerə yıxıldım. İndi digərinə baxırıq. Yerə yıxıldım, bu səbəbdir. Nəticədə dizim zədələndi. Deməli, bu komponent, ortadakı komponent həm səbəbi, həm də nəticəni bildirir. Testin doğru cavabı E bəndi olacaq. 12-ci testlə davam edirik. Deməli, atdan yerə yıxıldı, ayağı əzildi. Aynurun əlləri əsdi, ayaqları titrədi. Arzu kitabları göndərdi, amma kitabları çatmadı. Yalnız ikisinə aid olan fikir, hamısına aid olan fikir. A-ya baxaq. Mürəkkəb cümlədir. Xəbərlərin ifadə vasitəsi quruluşca sadədir. Üçü də mürəkkəb cümlədir. Üçündə də xəbərlərin quruluşca sadədir. Ona görə bu hamısına gedəcəkdir. 2-yə A getdi. Həmciz xəbərli sadə cümlədir. B bəndi səhvdir. Çünki bunların hamısı mürəkkəb cümlədir. Ona görə B bəndi olan cavabı buradan silsək, tənbəl variant eləyək biraz. Həm də belə deyək də başqa bir yolları öyrənək. Cəm şəkilçi isimlər isimin eyni halındadır. Quruluşca sadədir. Baxaq, atdan yerə yıxıldı. Birinci cümlədə ümumiyyətlə cəm şəkilçi sözü yoxdur. Aynurun əlləri əsdi, ayaqları titrədi. Deməli, cəm şəkilçili isimlər burada eyni adlı haldadır və quruluşca sadədirlər. Düzdür. Arzu kitabları göndərdi.
nəyə kitablar təsirli çaldadı, amma kitabları çatmadı. Çatmadı. Nə kitabları? Burada isə cəm çəkicili sözlərdən biri təsirli haldadır, biri adlı haldadır. Ona görə C bəndi də yalnız bir cümləyə gedir. Burada da şərtlərdə ikisinə və hamısına aid olan fikirləri müəyyənləşdirməliyik. Ona görə C bəndi də heç bir cümləyə getməyəcəkdir. Hər iki tərəfdə mübtəda iştirak edən mürəkkəb cümlədir. Birinci yerə baxsan, atdan yıxıldı. Burada birinci komponentdə o atdan yıxıldı. Mübtəda iştirak etməyibdi. Ona görə bunu götürə bilmərik. Aynurun əlləri əsdi, ayaqları titrədi. Nə etdi? Əsdi. Nə Aynurun əlləri? Nə etdi? Titrədi. Nə ayaqları? Arzu kitabları göndərdi. Nə etdi? Göndərdi. Kim? Arzu. Kitabları çatmadı. Çatmadı. Nə? Kitabları. Deməli, bu ikisinə aid olacaqdır. İkinci və üçüncü cümləyə. E-yə baxaq. Həmciz xəbərli cümlə deyil. Komponentlər bağlayıcı ilə bağlanmışdır. Birinci cümlənin komponentləri bağlayıcı ilə bağlanmayıb. 2 və üçüncü cümlədə deməli bağlayıcı ilə bağlanıbdır. Demişdik, həm də mürəkkəb cümlədir. Ona görə E variantı da bura getdi. 1D, 2A, B bəndi testinin doğru cavabıdır. 13-cü testlə davam edək. Deməli, verilmiş cümlənin təhlili ilə bağlı doğru uyğunluqları müəyyən edin. Eyni mövzular müzakirə olunur. Eyni fikirlərin tərəfdarları ya qalib olurlar, ya da məğlub olurlar. Bir də deyək ki, kökü amonim olan isim mənsubə şəkilçisi qəbul etmişdir. Tərəfdarlar sözündə kökü tərəf sözüdür. Tərəf sözdən qoşmayan isim kimi amonimdir. Deməli, və mənsubə şəkilçisi qəbul edibdir. Biri doğru cavab kimi götürdük. 2-yə baxırıq. Tərəflərində iki işdən birinin mümkünlüyü mövzunun tabesi mürəkkəb cümlədir. Bu səhvdir. Zaman əlaqəli tabesi mürəkkəb cümlədir bu. 3-ə baxırıq. Oxşar sözünün sinonimi işlənib, qrammatik norma gözlənilibdir. Burada oxşar sözünün sinonimi adətən eyni söz götürürlər. Amma bunu götürə bilmərik biz. Niyə? Çünki eyni əvəzlikdə oxşar feildir. Oxşar sifətdir. Ona görə bunlar bir-birinə sinonim ola bilməz. Sinonim ancaq eyni hissəsinə aiddir. 3-ü götürdük. Zaman əlaqəli tabesi mürəkkəb cümlədir. Bir məqamda uzlaşma əlaqəsi kəmiyyətcə pozulubdur. Zaman əlaqəli tabesi mürəkkəb cümlədir. Mövzular müzakirə olunur. Mövzular cəmdədir, müzakirə olunur təkdədir. Burada pozulubdur. Deməli, bu doğrudur. Yanlışın altından götürülə bilməz. 1, 3, A variantı testin doğru cavabıdır. Mürəkkəb cümlələri müəyyən edin. Hərçənd ki, bunu mən demişdim, amma eləmədim. Ümumiyyətlə, tabeli bağlayıcısı olan bütün cümlələr tabeli mürəkkəb cümlədir. Bu qədər var dövlətə sahib olduğu halda belə səhvə niyə yol verir ki? Tabeli bağlayıcısı var, tabeli mürəkkəb cümlədir. Uşaqlara öyüd nəsihət verməkdənsə, bu da çünki sözü var burada, tabeli mürəkkəb cümlə olacaqdır. Aydın başa düşdük ki, yenə də tabeli mürəkkəb cümlədir. Düzdür, məni də özü kimi laqeyd sən etdi. Bu da qarşılaşdırmaya tabeli mürəkkəb cümlədir, bəli. Düzdür, tabesizlik bağlayıcısı ilə bağlanıbdır. Amma biz bunu tabeli mürəkkəb cümlədə keçmişdik ki, tabesizlik bağlayıcısı ilə bağlandıqda qarşısına düzdür, doğrudur, düzü, hərçənd sözləri olarsa biz bunu mürəkkəb cümlə götürəcəyik. Bir sözlə buradakı cümlələrin hamısı mürəkkəb cümlədir. 15-ci testlə davam edirik. Biri bölüşdürmə əlaqəli tabesiz mürəkkəb cümlədir. Gahdan qeyzə gələr, gah tufan elər, gah gəlib gedəni peşman elər. Bizim o məşhur dağlar qoşması doğru cavab olmayacaqdır. Çünki bu sadə cümlədir. Mənim huşum başımdan çıxıb, həm də məni aldadıblar. Bu bölüşdürmə deyil. Zaman əlaqəli tabesiz mürəkkəb cümlədir. Onun bədənini gah üstümə tutur, gah da hərarət bürüyürdü. Onun bədənini gah üşütmə tutur, gah da hərarət bürüyürdü. Deməli, C variantı doğru cavab olacaqdır. Bu bölüşdürmə əlaqəli tabesiz mürəkkəb cümlədir. D-yə baxaq. Ya güclü yağışdan sonra gedəcəksiniz, ya da bizim şərtlərimizə əməl edəcəksiniz. Bu da sadə cümlədir, götürülə bilməz. Ya sən dərsə gəlməlisən, ya da bununla bağlı kiməsə xəbər verməlisən. Bu da sadə cümlə olduğu üçün E variantı testimizin doğru cavabı ola bilməz. 16-cı sualla davam edirik. Biri zaman əlaqəli tabesiz mürəkkəb cümlə deyil. Əriyir yaz günü quzeydəki qar,
Gəzir dağ döşündə gəlinlər, qızlar. Bu tabesiz mürəkkəb cümlədə özü zaman əlaqəlidir. Biri əlindən kitabı, biri əlindən kitab müəllimi axtarır, biri çantaları yığıb evə getməyə hazırlaşır. Zaman əlaqəli tabesiz mürəkkəb cümlədir. Qocanın dizləri əsdi, ürəyi sürətlə döyündü. Zaman əlaqəlidir. Gecə can verir, üfüqlər ağarır, kainat ərik təki çiçəklənirdi. Bunu bəzən ardıcıllıq götürürlər, amma yox, zaman əlaqəlidir. Eyni zamanda baş verən hadisələrdir. Nə mövzunu təkrar etmişdik, nə də imtahana hazırlaşmışdıq. Bu isə sadə cümlə olduğu üçün zaman əlaqəli tabesiz mürəkkəb cümlə deyil. Deməli, testimizin doğru cavabı E bəndidir. 17-ci testlə davam edirik. Verilən cümlələri elə Venn diaqramının əsasında müqayisə edib doğru fikirlərin sayını müəyyən etməliyik. Mütailə azalmış, fikrim çoxalmışdı. Nə etmişdi? Azalmışdı. Nə çoxalmışdı fikrim, azalmışdı. Nə mütailə. Düzdür. Mütailə azalmış, fikrim çoxalmışdı. Nə etmişdi? Çoxalmışdı. Nə fikrim, nə etmişdi? Azalmışdı. Nə mütailə. Deməli, burada birə baxaq. Xəbərlərin ifadə vasitəsi saydan düzəlmiş feildir. Həmziz xəbəri sadə cümlədir. Bu həmziz xəbəri sadə cümlə deyil. Bir səhvdir. Deməli, baxırıq 2-yə. Mürəkkəb cümlədir. Fikirlər qarşılaşdırılıbdır. Hər ikisində mürəkkəb cümlədir. Hər ikisində fikirlər qarşılaşdırılıb. Ona görə 2-ni götürmürük. 3-ə baxırıq. Mübtəda və xəbərin ifadə vasitəsi baş cümlənin quruluşu baxımından eynidir. Baş cümlələrin quruluşu deməli bu 3 səhv olacaqdır. Çünki mübtəda burada sadə sözlərlə ifadə olunubdur. Xəbər isə mürəkkəb sözlərlə düzəltmə sözlərlə ifadə olunubdur. Ona görə 3-ü götürməyəcəyik. Mürəkkəb cümlədir. 2 qrammatik əsası, 2 mübtədası, 2 xəbər işlənmişdir. 4 doğrudur. Tərəflərdən biri digərlərindən asılıdır. İkinci cümlə tabeli mürəkkəb cümlə olduğu üçün düzdür. Düzdür sözü olduğu üçün biz bunu tabeli mürəkkəb cümlə götürürük. Qarşılaşdırmaq məzmununu ifadə edən tabesiz mürəkkəb cümlə deyil. Bəli, bu tabesiz mürəkkəb cümlə deyil. Tabeli mürəkkəb cümlədə 6 doğrudur. Fikirlərdən 3-ü doğru olduğu üçün testin doğru cavabı A bəndidir. 18-ə baxırıq. Mən yuxudan oyananda günorta keçmiş, axşam yaxınlaşmışdı. Bu zaman əlaqəli tabesiz mürəkkəb cümlədir. Deyir, tabesiz mürəkkəb cümləsi ilə eyni məna qrupuna aid olan tabesiz mürəkkəb cümləni müəyyənləşdirin. Zəngin səsi kəsildi, müəllim gəldi, dərs başladı. Bu ardıcıllıqdır. Niyə hamı irəliyə getdi, sən geriyə getdin? Bu qarşılaşdırmadır. Cibim dolu, keyfim sazdır. Bu zamandır. Baxdıqca adam gözü qaraldığı üçün hər kəs ora. Bu sadə cümlədir. Yəqin ona da qulaq asan biri tapılar. Sonra bu işi əncam çəkən həmin adam. Deməli, bu ardıcıllıqdır. Ona görə E variantı doğru cavab deyil. 19. Cümlələr əsasında müəyyən edin. Zəng vuruldu, uşaqlar çölə çıxdılar. Bu yaxınlarda müharibə bitər, rahat və xoş bir həyat başlayar. Birincisi ardıcıllıq, ikincisi səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlədir. Deməli, xəbərləri eyni şəxsdə olan səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlədir. Dedik, birincidə ardıcıllıqdır, ona görə bir doğru cavab deyil. 2-yə baxırıq. 2 mübtəda, 2 xəbər işləndiyi üçün 4 qrammatik əsası olan ardıcılara tabesiz mürəkkəb cümlədir. 2 qrammatik əsası var. 2 mübtəda, 2 xəbər, yəni hər cümlənin bir mübtədası, bir xəbəri var. Bu 1 qrammatik əsas deməkdir. Ona görə, yəni burada 4 qrammatik əsas yox, 2 qrammatik əsas işlənib. 2 yanlışdır, yanlışın altından doğrudur. Zaman əlaqəli tabesiz mürəkkəb cümlədir. Bu zaman əlaqəli deyil, dedik ki, səbəb-nəticə əlaqəlidir, ona görə 3 yanlışdır. Köməkçilik hissəsi işlənib, hadisələr ardıcıl baş verdiyi üçün səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlədir. Səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlələr hadisələr ardıcıl baş verdiyi üçün mövcud olmur. Səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlələr də cümlələrdən bir işin səbəbi, digəri onun nəticəsini bildirir. Yəni, bu fikir yanlış olduğu üçün 4 də yanlışdır, yanlışın altından doğrudur. 2, 4, A bəndi testin doğru cavabıdır. 20-ci sualla davam edirik. Bu tipli klasterləri biz bilirik ki, cavabı əsasən müəyyənləşdiririk əsasən. Baxaq birə D yazsaq, mənim yaşıl bir markam var idi, yəni həmin marka nə vaxtsa yaşıl olmuşdu.
E dedik ki, aydınlaşdırma əqrəb tabesi mürəkkəb cümlədir. Düz olacaqdır. C dedik ki, cümlədə cəmi bir sifət işlənib. O da cümlə üzrün ifadə vasitəsi deyil. Yaşıl bir maykam var idi. Mənim maykam var. Nə var? Mənim maykam. Burada cümlə üzrün ifadə vasitəsi deyil. Yaşıl olmaq bu mürəkkəb feildə olmaz. Deməli, bu C bəndi də doğrudur. 1D olanda 2EC doğrudur. Ona görə A variantı doğru olacaqdır. İndi 1D olanda C, deməli EC doğrudur. C-yə baxaq. Fikrin aidliyini eyni şəxsdən söhbət getdiyin tabesi mürəkkəb cümlə deyil. Bu fikir yanlışdır. Bu tabesi mürəkkəb cümlədir. Yenə də 1D olanda C bəndi olmadığı üçün E variantı yanlışdır. İndi 1B olanda AF-ə baxaq. B-yə baxaq. İnəyin südü bizi görürdü. Ağartıya pul vermirdik. F-də deyir ki, ardıcıllıq əlaqə tabesi mürəkkəb cümlədir. Bu aydınlaşdırmadır. Ona görə B bəndini götürə bilmərik. 1B olanda F variantı da yanlış olduğu üçün D bəndini də biz götürə bilmərik. Daha doğrusu inəyin südü bizi görürdü. Bu səbəbdir, nəticədə ağartı. Bu ardıcıllıq yox, səbəb nəticə aydınlaşdırma deyil. Ona görə bütün hallarda testin doğru cavabı A bəndidir. Aşağıdakı cümlələrdən biri quruluşuna görə fərqlənir. Deməli, indi mən sənə nökərəm, mən sənə qulam. Bu mürəkkəb cümlədir. Cəllah yanıb od olsa da gülə dönməz arzular. Bu da mürəkkəb cümlə olacaqdır. Sağ üstə gəlsin, dağla bağlanıb. Dəli Həsən onun qılıncının altından keçdi. Öyrənicə ona qardaş olub qulluğunda durmağa and içdi. And içəndə qılıncın altından keçəndə Dəli Həsən olduğu üçün bu sadədir. Qoy ərzin qalsın sonraya. Bu saat get, oğlun Süleymanı gətir naçalnikin qulluğuna. Demək, bu da mürəkkəb cümlədir. Çıxıb özgəyə nökər duracağam. Hacı çox az muz verir. Neydi? Muz verir kim? Hacı. Duracağım ki, mən. Bu da mürəkkəb cümlədir. Deməli, C variantı sadə cümlə olduğu üçün testin doğru cavabı C bəndidir. 22-dən davam edirik. Tabesi mürəkkəb cümlənin məna əlaqələrini nəzərə alıb nöqtələrin yerinə uyğun gələn variantı müəyyən edin. Yumurtaya pul vermirdilər. Qoşa nöqtə olmalıdır. Burada həyətdəki toyuqlar ailəni görürdü. Bu aydınlaşdırma olacaqdır. Deməli, qardaşım ət, yarpaq aldı. Anam bizə plov bişirdi. Aydınlaşdırma deyil, A bəndini götürə bilmərik. Yəqin ki, getməz. Bu tabeli mürəkkəb cümlədir ümumiyyətlə. Hava qaraldı, Emilin gözləri qarşısını aydın seçə bilmədi. Bu səbəb nəticədir. Deyə bilməyəcəm, yəni deməyə ixtiyarım yoxdur. Bu aydınlaşdırmadır. Yağış güclənməyə başladı, hər tərəfi su bastı. Bu da səbəb nəticədir. E variantında doğru cavab kimi götürə bilmərik. 23-cü testlə davam edək. Deməli, verilən fikirlərdən ikisinə uyğun gələn variantı müəyyən etməliyik. İkinci dərəcə özlərinin hamısı iştirak edibdir. Tərkibindəki cümlələrdən biri yalnız xəbərdən ibarətdir. Hadisələr eyni zamanda baş verən tabesiz mürəkkəb cümlədir. Deməli, utanmaq bilməzlər, həya etməzlər, insaf etsən mürvət heç yuxularına da girməz. Bu ikinci dərəcənin üzvlərinin hamısı iştirak edib fikrinə uyğun gəlmir. Bir də tərkibindəki cümlələrin biri yalnız xəbərdən ibarətdir. İkisinə uyğun gəlmədiyi üçün A bəndi gedə bizə ikisinə uyğun gələn lazımdır. Sonra davam eləyək. Düz deyirsiniz. Yunus müəllim yayda yuxum elə bir ərşə çəkilir. Ne edirsiniz? Deyirsiniz necə düz. Deməli, burada birinci şərti ödəmədir. Tərkibindəki cümlələrin biri yalnız xəbərdən ibarətdir. İkinci şərti də ödəmədir. Burada təyin yoxdur məsələn. İkinci şərti də ödəmədir. Çünki dediyimiz kimi tərkibindəki yalnız bir xəbərdən ibarət deyirsiniz. Necə deyirsiniz? Düz deyirsiniz. Bu xəbərdən ibarətdir. İkinci cümlədə həmçinin. Ona görə B bəndə getdi. Toplar guruldadı, saraylar yatdı. Ne etdi? Yatdı, nə? Saraylar. Ne etdi? Guruldadı, nə? Toplar. Bunları insanın əli yaratdı. Ne etdi? Yaratdı. Ne yarattı? İnsanın əli. Nəyi? Bunları. Deməli, birinci şərti ödəmədi. Təyin yoxdur, zərflik yoxdur. Burada ikinci şərti ödəmədi. Ona görə C bəndə olmaz. Nə Şamxalın gözünə yuxu getdi, nə də o arxası üstə uzanaraq əllərini başın altına dayaqladı. Deməli,
Birincidə də ki, ikinci dərəcə üzvlərin hamısı iştirak edibdir. Bu şərti ödəməyəcəkdir. Çünki burada təyin yenə də yoxdur. Birinci şərti ödəmədi. İkinci şərtdə deyir ki, tərkibindəki cümlələrdən biri yalnız xəbərdən ibarətdir. Şamxanın gözünə yuxu getdi. Xəbərdən ibarətdir. En azından burada o deməli başının altına daraqladı. Burada isə ikinci cümləyə aid olmayacaqdır. Hadisə eyni zamanda baş verən tabesi mürəkkəb cümlədir. Deməli, tərkibindəki ikinci dərəcənin hamısı işləyib. İkinci şərt düz oldu. Üçüncü şərt də düz olacaqdır. Hadisə eyni zamanda baş verən tabesi mürəkkəb cümlədir. D-ni götürdü. İki şərtimizi ödədi. Sübh tezdən durub gedirəm kooperativə. Axşam da yorğunluq gəlib başımı atıram yerə. Bu sadə cümlədir. Deməli, biraz üçüncü şərti ödəməyəcəkdir. Tərkibindəki nə edirəm? Gedirəm. Nə zaman? Sübh tezdən. Deməli, axşam da yorğunluq gəlib başımı atıram yerə. Nə edirəm? Başımı atıram. Deməli, nə zaman? Axşam. Deməli, tərkibindəki ikinci dərəcə üzvlərin hamısı iştirak edib və ya tərkibindəki cümlələrdən biri yalnız xəbərdən ibarət fikri də yanlış olduğu üçün E variantında doğru cavab kimi götürə bilmərik. 24-cü testlə davam edirik. Müqayisə cədvəlinə əsasən doğru cavabı seçin. Qoy onlar mənə analıq etsinlər. Bəlkə mən nakam, binəsib valideynlərim ağır dərdini bir qədər unuda bilim. Bu səbəb nəticədir. Şaxta bizi doğrayırdı. Nəticədə əlimiz ayağımız elə bir özümüzünki deyildi. Hər ikisi səbəb nəticədir. İndi biz bunları müqayisə edib doğru cavab tapmalıyıq. Birinci tərkib hissəsi iş səbəb, ikinci tərkib hissəsi iş isə onun nəticəsini bildirir. Bu ortaya gedəcək, ona görə biri götürə bilmərik. Xəbərləri mürəkkəb feili ifadə olunan sadə xəbərli tabesiz mürəkkəb cümlədir. Analıq etsinlər. Unuda bilmir. Deməli, bu 2 doğru olacaqdır. Çünki ikincidə mürəkkəb feili ifadə olunmayıbdır. Deyil hissəciyi kökü əvəzi olan düzəltmə sifətə deyildi. Bu özününkü sözü sifət deyil, düzəltmə sifət deyil. Ona görə 3 də doğru cavab ola bilməz. Təsiri kağıda olan söz tamamlıqdır. Xəbər şəklində olan feillə sintetik əlaqəyə giribdir. Deməli, təsiri kağıda olan söz şaxta bizi neydi? Doğraydı kimi bizi. Təsiri olan söz tamamlıqdır və xəbərlə xəbər şəklində olan feillə doğrayır. 4 doğru olacaqdır. Birinci cümlədə təsirli söz xəbər şəklində olan feillə əlaqəyə girməyib. Ümumiyyətlə təsirli söz yoxdur. Deməli, zaman əlaqəli tabesi mürəkkəb cümləsi səhvdir. Qrammatik cəhətdən cümlə üzvləri ilə əlaqəyə girməyən, sintaktik vəzifə daşıyan nümunəyə də rast gəlmək olar. Burada bəlkəni götürə bilərik. Burada da elə biri götürə bilərik. 6 doğrudur. 2, 4, 6 A variantı testinin doğru cavabıdır. Yəni ara söz istəyirdi orada bizdən. 25-ci testlə davam edirik dostlar. Uyğunsuzluğu müəyyən edin. Tabesi mürəkkəb cümlənin komponentləri müəyyən bir məna əlaqəsində bir-biri ilə qarşılıqlı məzmun münasibətində olur. Bu fikir doğrudur. Qabanı da doğru yazıb. Tabesi mürəkkəb cümlənin komponentləri müəyyən bir məna əlaqəsində bir-biri ilə qarşılıqlı məzmun münasibət təşkil etməlidir. Yəni cümlələr orada təsadüfi cümlələr deyil. Tabesi mürəkkəb cümlənin tərkibindəki olan cümlə. Onlar bir-birinə münasibətli olan cümlələrdir. Tabesi mürəkkəb cümlənin tərkibindəki cümlələrin birləşməsi vahid bir ümumi intonasiyaya malik olur. Bu fikir doğrudur. Qabanı doğru deyil yazdığı üçün bu uyğunsuzluqdur, yaradıbdır. Tabesi mürəkkəb cümlənin tərkibindəki o cümlələrin birləşməsi vahid bir ümumi intonasiyaya malik olur. Yəni mürəkkəb cümlə, düzdür, hər bir cümlənin özünün ayrıca intonasiyası var. Onlar birləşəndə vahid bir intonasiya yaratdığı üçün biz bunu mürəkkəb cümlə deyirik. Yoxsa mürəkkəb cümlə demərik. Tabesi mürəkkəb cümlənin tərkibindəki komponentlər tabesizlik bağlayıcı ilə bağlana bilir. Bu fikir doğrudur. Qabana doğru yazılıb C-ni götürmürük. Deməli, çox keçmədən qapı açıldı və şeyxin boz saqqalı görünməyə başladı. Cümləsini, deməli, ikinci tərəf nəticəni ifadə edir. Bu fikir doğru deyil. Bu ardıcıllıqdır, səbəb nəticə deyil. Qabana doğru deyil yazıldığı üçün D-ni götürə bilmərik.
Ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlələr əsasən intonasiya ilə, bəzən də birləşdirmə və iştirak bağlayıcıları bağlanır. Bu fikir doğrudur. Qabağına doğru yazıldığı üçün eyni də uyğunsuz fikir kimi götürə bilmərik. 26-cı testlə davam edirik dostlar. Deməli, klasteri tamamlayın. 2 qrammatik əsası var. Biraz əvvəl də izah elədik ki, bu tipli testləri biz əsasən cavabı əsasən müəyyən edirik. Elə 1-ə A yazsaq, D-də deyir ki, tərkib hissələrində iş və hərəkətlərin bir-birə qarşılaşdığı tabesi mürəkkəb cümlədir. Onun bu sözlərin nə niyyətlə dediyini bilmirəm, amma elə bil başıma bir qazan qaynar su tökdülər. Bu doğru olacaqdır. Qarşılaşdırma qəti tabesi mürəkkəb cümlədir. G-yə baxırıq. Fe'li birləşmə mürəkkəb tamamlanan ifadə vasitəsidir. Bilmirəm, nəyi bilmirəm, onun dediyini. Bu da doğru olacaqdır. F-ə baxırıq. Komponentlərindən birinin tərkibinə yalnız qrammatik mənası olan 2 söz işlənmiş qeyri-müəyyən şəxsi cümlədir. Bu ikinci cümləyə aiddir. Amma və elə bir yalnız qrammatik mənası olan sözlərdir və qeyri-müəyyən şəxsi cümlədir. Ona görə F də doğrudur. Deməli, 1A olanda D, G, F doğrudur. 1A olanda deməli E-yə baxaq burada. Çünki F, G doğrudur. E-də deyir ki, yalnız baş yüzlərdən ibarət mürəkkəb cümlədir. Deməli, görürük ki, burada tamamlıq və xəbərdən ibarətdir. Ona görə 1A olanda E variantı olmaz. Deməli, 1A olanda F-G tam cavab olmadığı üçün C-ni də götürmürük. 1C olanda B-E-yə baxaq. Deməli, götürün, bəlkə də kömək etdi. Yolda qalmaq olmaz ki. Deməli, B-də deyir ki, həmcins xəbərlərin iştirak etdiyi tabesi mürəkkəb cümlədir. Biz demişik ki, emosionallıq yaratmaq məqsədilə təkrar olunan sözlər həmcins götürülə bilməz. Ona görə 1C olanda B variantı yanlışdır. 1C olanda F-ə baxaq. Komponentlərdən birinin tərkibində yalnız qrammatik mənası olan 2 söz işlənibdir. Bəlkə var burada, digərində də yoxdur. Ümumiyyətlə, bunların heç biri qeyri-müəyyən şəxs cümlə olmadığı üçün 1C olanda F variantı yanlışdır. 27-ci testlə davam eləyək. A nümunəsinə aid olan hansı fikir B nümunəsi ilə də bağlı xanaya yazıla bilər? Deməli, o məni sorğu suala tutur. Onun marağı ilə yenidən baş qaldıran xatirəm sanki canımı içərisini isidirdi. Bu səbəb nəticə əlaqəli tabesi mürəkkəb cümlədir. Otağın pəncərələri açılmışdı. Burnumuza Yasəmən xoş ətir. Bu da səbəb nəticə əlaqəli tabesiz mürəkkəb cümlədir. Xəbərləri xəbər şəklində olan sadə fe'li ifadə olmuş tabesi mürəkkəb cümlədir. Deməli, burada otağın pəncərəsi açılmışdı. Nə etmişdi? Açılmışdı. Bu sadə fe'l deyil. Ona görə ən azından B-yə yazılmayacaqdır. Komponentlərdən hər ikisi amonim sözlə başlayan mürəkkəb cümlədir. Otaq sözünün amonimliyi yoxdur. B bəndi səhvdir. Sonra birinci komponent səbəb, ikincisi nəticə bilən tabesi mürəkkəb cümlədir. Dedik, hər ikisi səbəb nəticə olduğu üçün bu hər ikisinə getmiş olacaqdır. Vahid cümlə intonasiya ilə müşahidə edilməyən tabesi mürəkkəb cümlədirsə, vahid cümlə intonasiyası olmalıdır. Ümumiyyətlə, mürəkkəb cümlədə vahid cümlə intonasiyası olur. Ona görə D bəndi səhvdir. Hər iki tərəfindən söz birləşməsi ifadə olunan, ikinci dərəcəli cümlə üzvü olan mürəkkəb cümlədir. Deməli, o məni sorğu suala tutur. Burada söz birləşməsi yoxdur. Ona görə E variantı da yanlış olacaq. Hər iki xanaya getməyəcəkdir. 28-ci testlə davam edirik. İxtiyari bir tabesiz mürəkkəb cümlənin tərəfləri arasında vergül nöqtə ilə əvəz etsək, məsələn, deyirsən ki, yağış yağdı. Deməli, torpaq islandı. Bu cümlədir. İndi deyir, buradakı vergülü biz nöqtə ilə əvəz eləsək, əgər buradakı biz vergülü silsək, nöqtə qoysaq bura, torpağı da böyük hərflə yazmalıyıq o zaman. Demək, yağış yağdı, torpaq islandı. İndi tabesiz mürəkkəb cümlə komponentləri arasında məna əlaqəsi yox olar. Bəli, ayrı-ayrı cümlələr olacaqdır bunlar. Bunların bir-birinə əlaqəsi olmayacaqdır. Ona görə bir doğrudur.
Cümlə üzvlərinin sayına fərqli yaranacaq. Heç bir fərqlilik yaranmır. Əvvəl necə idisə, indi də elədir. Ona görə 2 səhvdir. Həmciz xəbərli sadə cümləyə çevirilər. Bunlar ayrı-ayrı cümlələrdir artıq. Həmciz xəbərlərdən söhbət gedə bilməz. Ümumi intonasiya müstəqil cümlələrin sayı qədər müstəqil cümlələrə məxsus intonasiya ilə əvəz olunacaq. Əvvəl ümumi intonasiya var idi. İndi isə burada 2 dənə müstəqil cümlə var, 2 dənə də intonasiyadan istifadə olunubdur. Ona görə 4 doğrudur. Ortaq elementləri olan 2 müstəqil cümlə olar. 5 yanlışdır, çünki bunların heç bir ortaq elementi yoxdur. 1, 4 A variantı testin doğru cavabıdır. 29-cu testə baxırıq. Terrorçuların müharibəyə alıb tutmaq üçün, terrorçuları mühasirəyə alıb tutmaq üçün dəstənin bir hissəsi meşənin girəcəyində qaldı. Yarıdan çox isə çayın axarı ilə aşağı hərəkət etdi. Cümləsinin təhlili ilə bağlı doğru cavabı müəyyənləşdirin. Digər tərəfləri müəyyən şəxsli nəqli cümlələrdən təşkil olunmuş tabesi mürəkkəb cümlədir. Bu nəqli cümlə deyil, çünki burada hərəkət etdiyinə görə sonunda nida qoyulub. Deməli, bu ikinci cümlə nida cümləsidir. Ona görə A bəndi olmaz. Qarşılaşdırma bağlayıcı işlənsə də tərəflər məzmunca qarşılaşdırılmır. Bu qarşılaşdırma bağlayıcı tabesi mürəkkəb cümlədir. Ona görə B bəndi yanlışdır. Məqsəd səhvliyi hər iki komponentə aid olan fe'li xəbərli mürəkkəb cümlədir. Bəli, terrorçuları mühasirəyə alıb tutmaq üçün dəstənin bir hissəsi meşənin girəcəyində qaldı. Terrorçuları mühasirəyə alıb tutmaq üçün dəstənin yarıdan çoxu çayın axarı ilə aşağı hərəkət etdi. Deməli, burada məqsəd səhvliyi hər iki cümləyə aid olacaqdır, ortaq komponentdir. Ona görə C bəndi doğrudur. Qrammatik əsasları söz birləşməsi ilə ifadə olmayan tabesiz mürəkkəb cümlədir. Dəstənin bir hissəsi meşənin girəcəyində qaldı. Dəstənin bir hissəsi burada mübtədadır və söz birləşməsi ilə ifadə olunur. D bəndi doğru cavab deyil. Həmciz xəbərli müəyyən şəxsi cümlədir. Bu da yanlışdır, çünki mürəkkəb cümlədir. Həmciz xəbərli müəyyən şəxsi cümlə deyil. 30-a baxaq. Deyir, tabesi mürəkkəb cümlənin komponentləri arasındakı məna əlaqəsini nəzərə alıb cümlələri 2-2 qruplaşdırsaq, hansı variant bu qrupa aid olmaz? Arxa cəbhədəki əsgərlərin vəziyyəti bir qədər yaxşı idi. Onlar özlərini qoruyub sağ-salamat qala bilirlər. Bu deməli aydınlaşdırma əlaqəli tabesi mürəkkəb cümlədir, aydınlaşdırmadır. Yavaş-yavaş dumanlı soyuq mart sabahı açılır və kənd yoxdan oyanırdı. Zamandır bu. Kimisi əlini nazik belinə vurub şehli çəməndə ayaqlarını gəzir, kimisi ceyran bulağından su gətirməyə gedirdi. Bu da zamandır. Soyuq şiddətlənir, küçələr şüşəyə dönür, gəzmə çətinləşirdi. Səbəb nəticədir. Vağzal od içində idi, alov tüstü göyə deməli dirəklənmişdi. Bu aydınlaşdırır bunu. Vağzal od içində idi, aydınlaşdırır ki, alov göyə dirəklənmişdi. Bu da aydınlaşdırmadır. Deməli biz 5 ilə 1-i, 2 ilə 3-ü götürsək 4, yəni D bəndi testin doğru cavabı olacaq. Dostlar, bu tabesi mürəkkəb cümlənin birinci hissəsinin izahı idi. Növbəti izahda görüşərik. Kanalıma abunə olub, rəy yazıb, videonu paylaşmağı unutmayın. Salamat qalın, sağ olun.